8 oktyabr 2025-ci il Şəhid Naibov Devran Faziloğlu'nun 5-ci il dönümü qeyd olundu. Şəhid Naibov Devran Faziloğlu 1993-cü il noyabrın 29-da Bərdə rayonunda anadan olmuşdur. O, 2011-ci ildə Bərdə şəhər Nizami Gəncəvi adına 2 saylı orta məktəbi bitirmişdir. Şəhid Naibov Devran 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılmış və xidməti dövründə kəşfiyyatçı olmuşdur. Devran nümunəvi hərbi xidməti ilə hər zaman fərqlənmiş və buna görə də rəhbərlik tərəfindən dəfələrlə təltif olunmuşdur. Onun arzusu xüsusi təyinatlı qoşunlarda xidmət etmək olduğu üçün həqiqi hərbi xidməti başa vurduqdan sonra bu sistemdə çalışmağa qərar verir. Təbii ki, Azərbaycanın ən güclü qoşun növü sayılan bu quruma qəbul olunmaq elə də asan deyildi. Şəhid Naibov Devran 2016-cı ildə qardaş Türkiyədə döyüş hazırlığı kursunu müvəffəqiyyətlə bitirməsi barədə sertifikat almışdı. 2018-ci ildə Türkiyədə keçirilən Efes 2018 beynəlxalq hərbi təlimlərdə 32 ölkə arasında birinci yerə layiq görülmüşdü. Bundan başqa ayrı-ayrı vaxtlarda Devran Pakistanda, İsraildə, Özbəkistanda, Tacikistanda və Qazaxıstanda hərbi təlimlərdə və yarışlarda iştirak etmiş, ölkəmizi hərbi qüvvələri ləyaqətlə təmsil etmiş, dəfələrlə birincilik almışdır. O, Türkiyədə və Respublikamızda müxtəlif hərbi kursları bitirməsi barədə sertifikatlar almış, müxtəlif illərdə komandanlıq tərəfindən fəxri fərmanlarla təltif olunmuşdu. Kurslarda iştirak etmiş şəxslərə xüsusi əməliyyat keçirmək üçün ekstremal şəraitlərə dözmək, günlərlə ac və susuz qalmaq, müxtəlif silahların istifadə qaydası, bombaların hazırlanması, hər hansı ağrıya dözmək öyrədilirdi ona. Beləliklə, Devran xüsusi təyinatlı qoşunlarda xidmətini maxı kimi davam etdirir. Daha sonra kiçik gizir rütbəsinə kimi yüksəlir. Xüsusi təyinatlı kimi Devran Naibov şanlı aprel döyüşlərində iştirak edir. Naibov Devran Azərbaycan ordusunun kiçik giziri sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanılan vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edir. Devran döyüşlər zamanı həmişə öndə olur. Digər əskər yoldaşları ilə düşmənə qan uddururdu. Devran Naibov oktyabrın 7-sində Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından şəhid olur. O, Bərdə şəhəri Şəhidlər Xiyabanında dəfn olunur. Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli sərəncamına əsasən Devran Naibov ölümündən sonra vətən uğrunda medalı ilə təltif olunur. Daha sonra Cəbrayılın azad olunmasına görə medalı ilə təltif olunur. Kəlbəcərin azad olunmasına görə medalı, hərbi xidmətlərinə görə medalı ilə təltif olunmuşdur. Ailə üzvləri qeyd edir ki, bugün Devranın ruhu şaddır. Çünki onun arzusu gerçəkləşib, torpaqlarımız işğaldan azad edilib. Allah rəhmət eləsin, məkanın cənnət, məqamın uca olsun şəhidim. Şəhadətin mübarək.